Salam əziz abituriyentlər və kimya sevərlər. Bugün sizinlə məhlullar bölməsində ətraflı yazılı tələb olunan tapşırıqların izahına baxaq. Deməli, birinci tapşırıqda deyir ki, 200 qram 10,6 faizli natrium karbonat məhlulu ilə 400 qram 8,2 faizli kalsium nitrat məhlulu qarışdırılmışdır. Reaksiya axıra qədər gedərsə, alınan məhlulun kütləsini və məhlulda olan duzun kütləsini hesablayın. Deməli, natrium karbonat verir bizə 200 qram 10,6 faizli. Gəlin əvvəlcə burada nə qədər natrium karbonat var onu tapaq. Yəni 200-ün 10,6 faizi bizə verəcək 200 bölək 100. Vuraq 10,6 bərabərdir 21,2 qram. Deməli, bizim 21,2 qram natrium karbonatımız var. Natrium 2CO3. Daha sonra deyir ki 400 qram 8,2 faizli kalsium nitrat. İndi 400-ün 8,2 faizini tapaq. 400-ü bölək 100-ə vuraq 8,2-yə. O da bizə verəcək, deməli 32,8 qram bizim kalsium karbonatımız, kalsium nitratımız var. Kalsium NO3 2 dəfə. İndi bunların arasında baş verən reaksiyanı yazaq. Çünki məhlullar qarışdırılanda bu duzlar arasında reaksiya baş verir. Deməli, yazırıq natrium 2CO3 üstəgəl kalsium NO3 2 dəfə. Buradan alınacaq natrium nitrat və kalsium karbonat çöküntüsü. Reaksiyanı əmsallaşdıraq. Natrium NO3-ün qarşısına 2 yazırıq. Daha sonra bizdən soruşur ki, deməli, məhlulda olan duzun kütləsini istəyir bizdən. Burada biz natrium 2CO3-ün kütləsinin üstünə yazırıq 21,2 qram. Aşağısına yazaq natrium karbonatın emeri 106-ya bərabərdir. Daha sonra kalsium nitratın kütləsini 32,8 tapmışdıq. Kalsium nitratın emeri 164-ə bərabərdir. Buradan fikir verirsinizsə bizə deyir ki, məhlulda olan duzun kütləsi. Yadımızda saxlayaq ki, çöküntülər məhlulda hesab olunmur. Ona görə də biz məhlulda olan duzun kütləsi natrium NO3-ü götürəcəyik. Deməli, natrium NO3 x götürək və emerini yazaq. 2 vuraq 85. Deməli, buradan x bərabər olacaq. X bərabərdir 34 qrama. Deməli, 34 qram natrium NO3 duzu var məhlulda. Daha sonra deyir ki, məhlulun kütləsini tapın. Deməli, baxırıq ki, 200 qram natrium nitrat məhlulu ilə 400 qram kalsium nitrat məhlulunu qarışdırmışdı və indi deməli 600 qram məhlul almalıydıq. Amma biz deməli reaksiya nəticəsində duz çökübdür, kalsium karbonat. Baxaq, bu çökən duzun miqdarı nə qədərdir? Kalsium karbonatı Y ilə işarə eləyək. Y bərabərdir. Hesablasaq biz 20 qram kalsium karbonatın alındığını tapırıq. Deməli, buradan alınan məhlulumuz bərabərdir 200 üstəgəl 400 və çöküntünü də məhluldan hesab eləmədiyimiz üçün 20-ni oradan çıxacaq. O da bizə verəcək 580 qram. Deməli, alınan məhlulumuz olacaq 580 qram. İkinci məsələdə deyir, sıxlığı 1,2 qram bölünsün millilitr olan 40% duz məhlulunun 200 millilitrinə su əlavə etməklə 30% məhlul hazırlanmışdı. Əlavə edilən suyun kütləsini və məhlulda duzun kütləsini hesablayın. Deməli, qeyd edirik 1,2 qram bölünsün millilitr sıxlığı və həcmi 200 millilitr. Deməli, qeyd edirik rho bərabərdir 1,2, V bərabərdir 200 millilitr. Deməli, bu məhlulun kütləsi M bərabərdir rho V düsturuna əsasən, deməli 240 qram deməli məhlulumuz var və bu məhlulumuz 40%-lidir. İndi baxaq görək 240 qram məhlulun nə qədər içərisində nə qədər duz var. Ona görə yazırıq 240 100%-dirsə x da 40% olacaq. Deməli, buradan biz x-i tapırıq. X bərabərdir 240-ı 40-a vurub 100-ə bölsək, buradan biz deməli 96 tapacağıq. Deməli, məhlulumuzda 96 qram deməli duz var.
96 qram duz var. Daha sonra deyir ki, bura su əlavə edilməklə 30% məhlul alınmışdı. Bilirik ki, məhlula su əlavə etdikdə duzun miqdarı dəyişmir. Deməli, su əlavə olunduqdan sonra həmin bu 96 qram duz 30% təşkil etmiş olacaq. İndi baxaq ki, su əlavə olunduqdan sonra məhlulumuzun kütləsi nə qədər olacaq? Yenə də yazırıq ki, deməli, ikinci məhlulumuzun kütləsini gəlin y ilə işarə eləyək. Y bərabər olsun 100%. Deməli, buradan biz y tapırıq. Deməli, y bərabər olacaq 96 vuraq 100 bölünsün 30. O da bizə verəcək 320 qram məhlul. Deməli, su əlavə olunandan sonra məhlulumuz oldu 320 qram. Əvvəlcə 240 idi, daha sonra 320 oldu. İndi ora əlavə edilən suyun kütləsini tapmaq üçün 320-dən 240-ı çıxaq. O da bizə verəcək, deməli, 80 qram. Deməli, məhlula 80 qram su əlavə olunub. Növbəti sualda deyir, müəyyən şəraitdə həll olunma əmsalı 500 qram bölünsün litr olan doymuş məhlul hazırlamaq üçün 600 qram suda maksimum neçə qram duz həll etmək lazımdır? Məhlula 100 qram su əlavə edildikdən sonra duzun kütlə payını hesablayın. Deməli, həll olunma əmsalı 500 qramdır. Əvvəlcə həll olunma əmsalının düsturunu yadımıza salaq. KH bərabərdir M maddə bölünsün M su vurulsun 1000. Bu bizim həll olunma əmsalının deməli, düsturudur. Həll olunma əmsalını bizə verir 500. Gəlin əvvəlcədən 500-i 1000-ə bölüb KH-ın yerinə 0,5 yazaq. Deməli, 0,5 bərabər olacaq. M maddəni bizdən soruşur. Deyir, 600 qram suda nə qədər duz həll etmək lazımdır? M maddə bölünsün. M suyunu bizə verir 600. Deməli, buradan M maddə bərabər olacaq. 0,5-i 600-ə vuracaq. Eləyəcək 300 qram duz. Deməli, duzumuz oldu 300 qram. Daha sonra deyir ki, məhlula 100 qram su əlavə etdikdən sonra duzun kütlə payını hesablayın. Deməli, kütlə payının düsturu bərabərdir. M maddə bölünsün M məhlul. Məhlul vuraq 100. Vur 100 düsturundan. Deməli, buradan M maddəni biz tapdıq 300. Məhlulumuzun kütləsi baxaq nə qədər olacaq. Deməli, 600 qram su. Orada biz həll etmişik 300 qram duz və üstünə də daha 100 qram da su əlavə etmişik. Deməli, bizim məhlulumuz olub 1000 qram. 300-ü də 1000-ə bölüb 100-ə vuranda 100-ə vursaq, deməli, məhlulumuzun kütlə payı olacaq 30%. Dördüncü sualda deməli, bir neçə dənə məhlulun qarışığına aid bir məsələdir. Deməli, əvvəlcə baxaq birinci qarışığımız nədən ibarətdir? Deməli, deyir ki, 200 qram 25% duz məhluluna 50 qram da duz əlavə eləyib x faizli duz məhlulu almışıq. Deməli, 2 dənə məhlulu qarışdıranda və yaxud da ki, məhlula su və yaxud duz əlavə eləyəndə biz M1 omega 1 üstəgəl M2 omega 2 bərabərdir M son omega son düsturundan istifadə edirik. Burada bizim M1 omega 1, yəni 200 vuraq 25 üstəgəl M2, yəni ikinci məhlulumuz. Burada deməli yalnız duz var. Ona görə də M2 50 qram götürürük. Omega 2-ni isə 100% götürəcəyik. Çünki məhlulun hamısı biz buna məhlul kimi baxsaq, yəni yalnız duzdan ibarətdir. Ona görə də yazırıq ki, 50 vuraq 100. 50 vuraq 100 bərabərdir. M son 2 dənə məhlulun kütləsi birlikdə, yəni 200 üstə gəlsin 50 eləyəcək 250 omega son. Buradan biz omega sonu hesablasaq, bizə verəcək 40%. 40%. Deməli, bizim x-ımız bərabər oldu 40-a. Deməli, burada qeyd edirik, x bərabərdir 40%. Daha sonra aşağıdakı məhlula baxırıq. Deməli, burada M1 200 qramdır, omega 1 25%-dir. Deməli, yazırıq 200
vuraq 25 üstə gəl. Deməli M2 omega 2 burada da yenə bizə 50 qram su verib. Bu dəfə artıq həll olan maddəmiz yoxdur. Ona görə də omega 2-ni 0 götürürük. M2-ni isə 50 götürürük. Yazacağıq 50 vuraq 0 bərabərdir. M son yenə də 50 qram su ilə 200 qram məhlulu toplayıb yazacağıq. 250 vuraq M son. Buradan da daha doğrusu omega son. Buradan da omega sonunu hesablasaq bizə verəcək deməli bizə verəcək bu 20%. Bizə 20% verəcək. Deməli biz birinci məhlul üçün x-i 40% tapmışdıq. Y isə indi biz tapdıq. Deməli y bərabər oldu 20%-ə. İndi bu iki məhlulu qarışdırıb z faizli məhlul aldılar. İndi biz 40%li məhlulun da kütləsini bilirik. Deməli 40%li məhlulumuzun kütləsi 250 qram idi. Ona görə yazırıq 250 vuraq 40 üstə gəl. İkinci məhlulumuz 20%li olan məhlulumuz o da yenə 250 qram idi. Çünki 200 qram məhlulun üstünə 50 qram da su gəlmişdik. 250 vuraq 20 o da bərabərdir. Deməli M son bizdə olacaq 250 üstə gəl 250 500 omega son. Buradan omega sonu hesablasaq omega son bərabər olacaq deməli 30%. Omega son bərabər oldu 30%. Deməli Z-i yəni 30% tapmış olduq. 5-ci məsələdə deyir ki, məhlulun kütləsi A, məhlulda olan duzun kütləsi B. Deyir, sabit temperaturda məhlulda eyni duzun 0,5 B qramını tam həll etdikdə 50%li doymuş məhlul alınır. A böl B nisbətini və həmin temperaturda məhlulun həll olunma əmsalını hesablayın. Deməli yazırıq M məhlul bərabərdir A-ya. Daha sonra həll olan duzun kütləsini B götürürük. Yazırıq M maddə bərabərdir B. İndi bizə deyir ki, eyni duzun 0,5 B qramını həll etsək 50%li məhlul alınacaq. Deməli bizim maddəmiz B-dir. Onun üzərinə daha 0,5 B qədər maddə gəlsək, deməli bizim məhlulumuzda olacaq 1,5 B qədər maddə. Daha sonra deyir ki, bu 1,5 B qədər maddə 50%lidir. Ona görə gəlin məhlulun nə qədər olduğunu tapaq. Əlavə etdikdən sonra yazırıq 1,5 B əgər 50%-dirsə, x olacaq 100%. Buradan x-i tapırıq. Deməli 50-ni vurduq 2-yə 100. 1,5-i də 2-yə vuracağıq. Olacaq 3B. Deməli məhlulumuzun sonraki məhlulumuzun kütləsi olub 3B. İndi deyir ki, A-nın B-yə nisbətini tapın. Deməli, A bizim əvvəlki məhlulun kütləsidir. Yəni, duz əlavə olunmamışdan qabaq. Ona görə, deməli, əvvəlcə bizim məhlulumuz baxaq B ilə işarə ilə hər ikisini B-yə gətirək də bizə hesablama aparmaq asan olsun deyənə. Yazırıq A bərabərdir. Deməli, biz sonraki məhlulu 3B tapmışdıq. Ondan çıxaq, əlavə etdiyimiz bu 0,5 B-ni. Deməli, əvvəlcədən, yəni A-nı biz 2,5 B kimi göstərə bilərik. Ona görə də A-nın B-yə nisbətini yazanda yazaq A-nın B-yə nisbəti. A-nı biz 2,5 B kimi göstərək. 2,5 B-ni bölək B-yə. Deməli, oradan alacağıq 2,5. Deməli, A-nın B-yə nisbəti 2,5-ə bərabərdir. Daha sonra deyir ki, həmin temperaturda məhlulun həll olunma əmsalını tapın. Deməli, KH-ımız bərabərdir. Maddənin kütləsi bölək M su. Deməli, bizim maddəmiz 1,5 B-dir. Çünki həmin temperaturda deyirsə,
deməli, üzərinə 0,5 B əlavə etdikdən sonra nəzərdə tutulur. Ona görə 1,5 B-ni bölürük. İndi suyun kütləsini tapaq. Suyun kütləsi bərabərdir. Deməli, bizim məhlulumuz 3B idi. Oradan da çıxaq duzun kütləsini, yəni 1,5 B-ni. Deməli, 1,5 B aşağıda da elə burada da 1,5 B qalacaq. Onu da deməli 1000-ə vursaq, KH-ın düsturuna həll olunma əmsalını 1000 tapmış olacağıq. Deməli, 6-cı sualda deyir ki, eyni maddə müxtəlif qatılıqlı məhlulları M qram 20%-li və N qram 10%-li qarışdırılaraq 12,5%-li 800 qram məhlul alınıb. M və N-i deyir hesablayın. İki müxtəlif qatılıqlı və müxtəlif kütləli məhlul verib və yekunda qatılığı veribsə, biz bu zaman diaqonal üsulundan istifadə edə bilərik. Bu zaman aldığımız sonuncu qatılığı, yəni 12,5-i ortadan yazaq. İstifadə elədiyimiz məhlulların qatılığını isə birini aşağıda, birini yuxarıda yazırıq. Yəni yazaq yuxarıda 20, aşağıda da yazaq 10%. Deməli, bu zaman nə edirik? Diaqonal kimi çəkərək çoxdan azı çıxacağıq. Yəni 20-dən 2,5-i çıxırıq. Deməli, bura yazırıq 7,5. Daha sonra 12,5-dən də 10 çıxıb. Buradan yazırıq 2,5. Deməli, deyir ki, bunların kütləsi, yekun aldığımız məhlulun kütləsi 800 qramdır. Yəni 20%-li məhluldan 2,5-in nisbətində, 10%-li məhluldan isə 7,5 nisbətində götürmüşük. Deməli, 2,5 x üstə gəl 7,5x bizə verəcək 800. Deməli, x-i buradan tapırıq. 10x bizə verəcək 800. X da bərabərdir 80-ə. İndi x-in qiymətini burada yerinə qoyaq. 2,5-i 80-ə vursaq, eləyəcək 200. Deməli, biz 200 qram 20%-li məhlul götürmüşük. Yəni, M bərabər oldu 200-ə. Daha sonra 7,5x-da yenə də x-in qiymətini 80-i yerinə qoyaq. 7,5-i 80-ə vursaq, bizə verəcək 600. Bu da o deməkdir ki, 10%-li məhluldan 600 qram götürmüşük. Yəni, N də bərabər oldu 600-ə. 7-ci məsələdə deyir ki, birinci qabda 4 litr 1 malyar sulfat turşusu, deyir ki, birinci qabda məhlulun yarısı ikinci qaba töküldükdən sonra birinci və ikinci qablarda sulfat turşusu məhlulunun malyar qatılıqlarını hesablayın. Deməli, birinci qabda yazırıq ki, V bərabərdir 4 litr, malyar qatılıq isə 1-ə bərabərdir, yəni C də bərabərdir 1-ə. İndi baxaq görə birinci qabda neçə mol sulfat turşusu var. Mu bərabərdir C vurulsun V düsturundan. Birinci qabda elə 4 mol sulfat turşusunun olduğunu tapırıq. Daha sonra deyir ki, bu məhlulun yarısı ikinci qaba tökülüb. Deməli, məhlulun yarısı dedikdə, yəni 4 litrin yarısı, yəni 2 litr məhlul əlavə olunubdur ikinci qaba. Həmin bu 2 litr məhlulun içərisində həmçinin, deməli, burada olan 4 mol sulfat turşusunda yarısı, yəni 4 molun 2 molu keçəcək ikinci qaba. Deməli, onda belə çıxır ki, birinci qabda qalacaq 4 çıxılsın 2 litr, yəni 2 litr su və 4 mol çıxılsın 2 mol bərabərdir 2 mol da sulfat turşusu. Onda birinci qabda, deməli, C birinci qab. Deyir ki, birinci qabda sulfat turşusunun malyar qatılığını hesabla. Birinci qabda, deməli, sulfat turşusunun mol sayı oldu 2 və məhlulun da həcmi oldu 2 litr. Ona görə malyar qatılıq bərabər olacaq 1-ə. İndi ikinci qaba baxırıq. Deməli, yazırıq bura C ikinci qab bərabərdir. Deməli, ikinci qabda görürük ki, yalnız 3 litr su var idi və biz ora 2 mol sulfat turşusu əlavə eləmişik. Deməli, qabda 2 mol sulfat turşusu var. Onu da bölürük. Deməli, qabda 3 litr su var idi. 2 litr su da sonradan əlavə eləmişik. Deməli, olub 5 litr su.
Daha sonra 2-ni 5-ə bölsək, deməli buradan belə çıxır ki, ikinci qabda molar qatılıq 0,4-ə bərabər olacaq. Növbəti sualda deyir ki, n qram su x qram B faizli natrium xlor məhluluna əlavə olub 3x qram 20% natrium xlor alınıb. Daha sonra x qram B faizli məhlula da m qram su əlavə ediblər. 2x qram 25% məhlul alıblar. Daha sonra alınmış məhlulları toplayıb A faizli natrium xlor məhlulu alıblar. Buradan biz N-in M-ə nisbətini, B-ni və A-nı tapmalıyıq. İndi gəlin baxaq birinci deməli məhlullara. Deməli buradan x qram B faizlinin üzərinə n qram su gəliblər və 3x qram 20% alıblar. Deməli məhlulumuz əvvəlcə x qram olub, onun üzərinə n qram su gələndən sonra məhlulumuzun kütləsi olub 3x qram. Deməli buradan n bərabərdir 3x-dan x-i çıxdıq, bizə verdi 2x. Deməli n-imiz bərabərdir 2x-ə. Daha sonra aşağıdakı məhlula baxırıq. Məhlulumuzun kütləsi əvvəlcə x qram idi. Üzərinə m qram su gəldikdən sonra məhlulun kütləsi olub 2x. Deməli buradan m bərabər olacaq 2x-dan x-i çıxdıq, bərabər oldu x-ə. İndi biz n-in m-ə nisbətini hesablayaq. Yazırıq n-in m-ə nisbəti bərabərdir. N-i biz tapmışıq 2x, m-i də tapmışıq x. Deməli buradan n-in m-ə nisbəti 2-yə bərabər olacaq. Daha sonra deməli baxırıq ki, deyir n qram B faizli və n qram su qarışdırılıb 3x qram 20% alıb. Yəni 2 dənə məhlul qarışdırılıb 3-cü alıb. Bu zaman yazırıq M1 omega 1 üstəgəl M2 omega 2 bərabərdir M son omega son düsturundan istifadə edilir. Deməli x qram B faizli. Ona görə yazırıq x vurulsun B. Üstəgəl deməli bizim əlavə etdiyimiz n qram sudan ibarətdir. Deməli faizi 0 götürəcəyik. Yazırıq ki, n vuraq 0 bərabərdir 3x vuraq 20. 3x vuraq 20. Deməli buradan x vuraq b bərabər olacaq. N vurulsun 0 bizə 0 verəcək. 3x-i 20-yə vursaq eləyəcək 60x. Buradan x-larımızı ixtisar eləyirik. Deməli, b-miz bərabər oldu 60-a. Deməli, b-nin də qiymətini tapdıq. B bərabərdir 60-a. Daha sonra a-nın qiymətini istəyir bizdən. İndi 3x qram 20%. Ona görə yazırıq 3x vuraq 20. Üstəgəl ikinci məhlulumuz 2x qram 25%-dir. Ona görə 2x vuraq 25% bərabərdir. Bizim məhlulumuzun biri 2x qramdır, biri 3x qram. Ona görə onların cəmi bizə verəcək 5x. 5x vurulsun A faizli, yəni M sonumuzda, omega sonda A faizə bərabər olacaq. Daha sonra deməli buradan olur 60x üstəgəl buradan olacaq 50x. 50x bərabərdir 5x vurulsun a-ya. Deməli 50 üstəgəl 60 bizə verir 110x bərabərdir 5x vurulsun a. Buradan x-lar ixtisar gedəcək. 100-ü 5a-ya bərabərləşdirəcək və buradan a bərabər olacaq 110 bölünsün 5. 110 bölək 5, o da bərabərdir 22-yə. Deməli, A-nı da 22 tapmış olduq. 9-cu sualda deyir ki, alınan məhlulda 250 qram su olarsa x hesablayın. Suyu buxarlandırdıqdan sonra alınan doymuş məhlulun həll olma əmsalını hesablayın. Deməli, baxırıq ki, bizə şəkil verib x qram 20% duz məhlulundan 150 qram su buxarlandırdıqdan sonra 250 qram su qalıbdır. Deməli, əvvəlcə burada 150 üstəgəl 250 bərabərdir 400 qram su olub. Sonra deyir ki, x qram 20%-dir. Yəni,
məhlul x qram və o 20% duz məhluludursa, deməli burada x-in 20% eləyəcək 0,2x. Yəni burada 0,2x qədər duz var. 0,2x duz varsa, onda 1 çıxaq 0,2x bərabərdir 0,8x da deməli su var məhlulda. Biz də suyu qeyd eləmişik ki, 400 qrama bərabərdir. Ona görə də 0,8x bərabərdir 400 yazıb. Buradan x-i deməli 500 tapacağıq. Deməli məhlulumuzun kütləsi 500 qrama bərabərdir. Daha sonra deyir ki, doymuş məhlulun həll olunma əmsalını tapın. İndi bizim məhlulumuzda baxaq duzun miqdarı nəyə bərabərdir. Deməli biz duzu 0,2x qeyd eləmişdik və x-i də 500 tapdıq. Ona görə yazırıq 0,2 və vuraq 500 bərabərdir. Deməli məhlulda 100 qram duz olacaq. Onda KH-ı tapırıq. 100 qram duzu bölürük. Məhlulumuzda deyir ki, buxarlanandan sonra 250 qram su qalmışdı. Ona görə M duz bölünsün, M su vuraq 1000 düsturu ilə KH-ı tapsaq, o da bizə verəcək 400. 10-cu sualda deyir ki, reaksiya tənliyini yazın və əmsallaşdırın, x-i hesablayın. Deməli, qabda 23,6 qram su var və ora 18,8 qram kalium 2O əlavə edibdir. Gəlin əvvəlcə reaksiya tənliyini yazaq. Deməli, kalium 2O-nun üzərinə deməli, su ilə reaksiyasından alınacaq kalium OH. Reaksiyanı əmsallaşdırsaq, kalium OH-ın qarşısına 2 yazırıq. Deməli, deyir ki, kalium 2O-nun kütləsi 18,8 qramdır. Deməli, üstə yazaq 18,8 qram. Aşağısına kalium 2O-nun nisbi molekul kütləsi 94-ə bərabərdir. Daha sonra suyun miqdarı 23,6 qram verib. Biz baxaq görək 18,8 qram kalium 2O nə qədər su ilə reaksiyaya daxil olacaq. Deməli, suyun aşağısına yazaq M-nə 18. Buradan x bərabərdir. Deməli, 18,8 vuraq 18-ə bölü 94-ə. Buradan eləyəcək 3,6 qram su. Deməli, reaksiyaya 3,6 qram su sərf olunubdur. Qabda 23,6 qram su var idi. Onun 3,6-sı reaksiyaya sərf olunur. Burada qalır 20 qram su. İndi baxaq görək nə qədər kalium OH alınıbdır. Deməli, kalium OH-ı gəlin Y-lə işarə edək və aşağısının nisbi molekul kütləsini yazaq. 2 vuraq 56. Deməli, buradan Y bərabərdir. 18,8-i vuraq 2 vur 56-ya bölək 94-ə. Deməli, Y-i biz tapacağıq 22,4 qram. Daha sonra bizdən deməli x-i istəyir. X biz yəni KH-ın qiymətini istəyir. KH-ımız bərabərdir. Alınan maddəmiz tapdıq ki 22,4 qram kalium OH maddəsi alınıbdır. Məhlulda isə deməli 20 qram su qalıbdır. Ona görə 22,4-ü 20-yə bölüb biz deməli 1000-ə vurmalıyıq. O da bizə verəcək 1120. Deməli KH-ın qiyməti də oldu 1120.